Peyğəmbərimizdən sallallahu əleyhi və səlləm qabaqki peyğəmbərlər də Allahın yoluna usanmadan dəvət ediblər. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki: "Ulul azm peyğəmbərlərin səbr etdiyi kimi sən də səbr et." Ulul azm peyğəmbərlərə baxsaq, Nuh, İbrahim, Musa, İsa, Muhammed, Allahın onların hamısına salavatü və salamı olsun. Necə əziyyətlərə dözüblər? Nuh əleyhissalamın həyatına baxsaq. 950 il Allahın yoluna dəvət edib. 950 il. Nə vaxtsa yorulubmu? Uca Allah onun barəsində Quran-Kərimdə buyurur ki, biz Nuhu qövmünə ağrılı, acılı bir əzab gəlməmişdən əvvəl onları xəbərdar et deyə öz qövmünə göndərdi. O dedi ki, ey mənim qövmüm, mən sizi Allahın əzabı ilə açıq-aydın xəbərdar edirəm. Ən'budullaha vettaquhu və ati'un. Allaha ibadət edin, ondan qorxun və mənə tabe olun. Allahın yolunu dəvət edir. Əgər belə etsəniz, o sizin günahlarınızı bağışlayar və sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi vaxt əcəli gəldiyi zaman o əsla təxirə salınmaz.